Her vaxtınız xeyir, değerli izleyiciler. Allah'ın salamı olsun her birinizin üzerine. Bugün deyək ki, son günlerin aktual bir mevzusu olan məsələdən danışacağım. Hansı ki, kütləvi şəkildə bağlara, fındıq bağlarına dərman vurulur. Səbəbini də göstərirlər ki, məxməri mərmər böcəyi. Və eynən də burada məsələ nədir? Məxməri mərmər böcəyi fındıqlarımıza zərər vurur. Nə zərəri vurur? Güya ki, fındıqlarımızın bu vəziyyətə düşməsinin səbəbi məxməri mərmər böcəyidir. Dəyərli izləyicilər, bugün iyun ayının 24-ü 2026-cı il. Gördüyünüz kimi fındıqlarımızda keçən il eyni vaxtı baş verən yenə o həmənki vəziyyət. Mən ən sadə dildə danışacağım. Buna günəş yanığı da deyə bilərik, buna zaval da deyə bilərik. Ən deyək ki, dədə-babadan eşitdiyimiz zaval. Zaval da nədir? Geceler bitki üçün qeyri-sabit hava şəraiti, yəni normaldan artıq gecələrin temperaturu aşağı düşdü gecelər və gündüzlərdəki gözlənilməz dərəcədə isti hava. Bunun nəticəsində bitki buna adaptasiya ola bilmədi və neynədi? Bax, belə bir vəziyyət aldı. Bunu 3 ildir bizə məxməri mərmər böcəyi törətir. Məxməri mərmər böcəyi. Yaxşı, hanı məxməri mərmər böcəyi? Mən hər kəsi dəvət edirəm bağımıza əyani olaraq. Yenə də burada bəzi şəxslər olacaq ki, videomuza baxmadan orada şərhlər bildirən. Baxın, dəyərli izləyicilər, baxın vəziyyətə. Heç bir məxməri mərmər böcəyi yoxdur. Baxın, sakitcə çəkiliş edən. Baxın vəziyyətə. Baxın. Yenə də deyirəm, havada, yəni bitki üçün qeyri-stabil, bitki üçün əlverişsiz bir hava şəraitindən qaynaqlanan bir məsələdir. Son illər baxın, artıq unlu şeh də burada özünü göstərir və eynən də ki, bu bizim zaval kimi tanıdığımız. Yəni buna bir çox adlar vermə. Bax, burada bal arımız gəldi, gördüyünüz kimi. Bax, bu bizim vurduğumuz dərmanlar sayəsində bütün bu bal arıları, burada faydalı böcəklərin hamısını məhv edirik. Bu öz yerində. Başqa vaxtı haray qoparırlar. Ekosistemi qoruyun. Ekosistem belədir. Ekosistem elə hanı ekosistem sevərlər. Hardadır indi ki, bu kütləvi, heç mənşəyi bilinməyən dərmanlar, Avropadan, Amerikadan qovulan dərmanlar ölkəmizdə pəhpəhlə istifadə olunur. Bəhanə də məxməri mərmər böcəyi. Heç bir məxməri mərmər böcəyi də yoxdur. Eyni fəsad, eyni dövrdür, eyni vaxtı artıq və eyni vəziyyət alınır fındıqlarımızda. Gördüyünüz kimi, baxın. Buna deyirlər bişməcə. Ən sadə dillərdə deyəcəm. Elmi dildə danışmayacağım. Çünkü bura, necə deyim, universitet deyil. Bizim kəndçilərimiz sadə insanlardır, əksəriyyəti də orta məktəbi oxuyan. O sizin dediyiniz elmi dildə universitetdə özə nəzəriyyə keçdiyiniz zaman siz özünüz o barədə fikir yürüdərsiniz. Mən adi sadə dildə danışacağım. Baxın, dəlildir bu. Günəşin ani olaraq axşamlar temperaturu çox düşür və gündüzlər də ani olaraq yüksəlmənin nəticəsində bu bişməcə əmələ gəlir. Bitki buna adaptasiya ola bilmir. Ola bilsin, bitki olarak adaptasiya ola bilər, ancaq meyvəsini qorumaq imkanı bitkinin yoxdur. Və bunun üçün də bildiyimiz kimi qardaş Türkiyə Respublikasında 10 ildir mübarizə aparır, heç 1% də olsun nəticə yoxdur. Yalandan bir-iki dənə bağı göstərirlər, o bağlar bizim bəzi kəndlərimizi gəlsək, indicə, hal-hazırda, bu dağ ətəyi kəndləri gəlsək, görəsiniz ki, həmən bu fəsad minimumdur. Bunu axtarıb tapın. Elmi yanaşma deyəndə insanlar axır vaxtlar elə bilir ki, kübrə ilə dərmandan istifadə etmək elmi yanaşmadır. Bu çox gülüncdür, dəyərli izləyicilər. Bu məskərə vəziyyətdə düşməsidir insanların. Elmi yanaşma odur ki, gəlin araşdırın, görək niyə dağ ətəyi kəndlərimizdə çürük olmur, bu problemlər olmur. Niyə bu aşağıda olur? Bəhanənin də ən asan yolu nədir? Məxməri mərmər böcəyi. Ay qardaş, məxməri mərmər böcəyi mənim bağımda yoxdur axı. Eyni vəziyyətlə mən qarşılaşdım. Görürsünüz, bax, keçən ilki. Eyni, baxın, artıq fındıqlarımızın içində. İndi payızda da haraya qoparacaqlar, bunu böcək elədi. Əgər böcək yoxdur da, bir cinayət törədiləndə 1 il araşdırma aparılır ki, görək həqiqətən bunu kim törədib, hansı şəraitdə baş verib. Qardaş, bu şey burada yoxdur. Baxın, bu vəziyyət burada artıq baş verib. Məxməri mərmər böcəyi də yoxdur. Bunun adından da siz kütləvi dərmanı belədən beləyə səpirsiniz. Bunun da bir çox fəsadları artıq insanların səhhətində bildirir özünü. Kütləvi yəni müalicəsi artıq çox çətinliklə
gedən bir xəstəliklər ortaya çıxır. Hamısı o dərman vasitələri ilə zəhərlənmiş havada qaynaqlanır. İndi baxın, dəyərli izləyicilər, baxın. Gördüyünüz kimi bir dənə də olsa məxməri mərmər böcəyi kəmərimizə düşmədi. Baxın, eyni vəziyyət, eyni. Baxın, mən sizə bir ağaclarımda onu göstərərəm ki, çox gözəl məhsul da var. Amma yenə də bugün siz desəniz ki, mübarizə aparırıq. Yenə də deyəm, Türkiyə Respublikası 10 ildir. Yəni, hava ilə, bu təbiətlə, yəni belə davranmaq olmaz. Yəni, bu, necə deyim, Allahdan gələn bir nədir? Bunu desək ki, hər hansı bir, o mümkün deyil. Biz tamamilə ekosistemi daha da zəhərləyirik. Daha da orada biraz qabaq gördüğünüz ki, bal arısını, eləcə də burada faydalı bir çox böcəklər var ekosistem üçün. Vacib. Hamısını qırıb tökürük. Fakt mən sizə əyani olaraq göstərirəm ki, burada heç bir məxməri mərmər böcəyi yoxdur. Belə, məndən bu qədər dəyərli izləyicilər. Çalışın ki, çox ehtiyat eləyin ki, nə deyim daha, orada baxın, hörümçəyə baxın. Hörümçəyin işi nədir? Zərərvericilərlə mübarizə. Dəyərli izləyicilər, görürsünüz? Çox gözəl. Bu, bir nömrəli zərərvericilərlə mübarizə aparan həşəratlərdəndir. Və bunların hamısını biz məhv edirik. Vurduğumuz mənşəyi bilinməyən dərman vasitələri ilə. Belə dəyərli izləyicilər, məndən bu qədər.